Ermənistan bu İran'a başı ağrısı olacaktı. Çok büyük baş ağrısı olacaktı. Çünkü Ermənistan hakimiyyətinin, xüsusən də Ermənistanın hiləgər siyasəti daima belə olubdu. Bir gün Amerikanın yanında olub, bir gün Rusiyanın yanında olub, bugün artık qaçır Hindistanın yanına, İranın yanına, indi bir gün də İranı satacaktı, gedib Qərbin bütün o hərbi qüvvələrini gətirib dolduracaktı Ermənistanı və İran özü də belə mat vəziyyətdə qalacaktı. Bugün dediğiniz gibi sərhəddəki təlimlər təkcə İrana deyil, eyni zamanda Ermənistana həm də bir mesaj olarak değerlendirmək olar. Çünkü niye? Biz artık İran'da, daha doğrusu Ermənistan'da revanşist qüvvələrin də baş qaldırdığını şahid oluruq. Qarşıdaki günlərdə İrəvanda daha doğrusu aksiyalar keçirəcəklər. Bu məsələnin bir aksiyalar keçiriləcəkdir. Məsələnin digər tərəfinə mən diqqət çəkmək istəyirəm. Xüsusən də təlimlərlə bağlı vurğuladınız ki, təbii ki, bu plana uyğun olaraq gedir. Amma bir həm də əzələ nümayişidir. Hansı adım atacaqsınızsa qarşılığında kimləri və yaxud nəyi görəcəyinizə dair bir mesajdır. Bunun fonunda biz burada bugün həm də Azərbaycanın Türkiyə birliyinin bir mesajını gördük. Çünki Türkiyə Quru Qoşunlarının komandanını, daha doğrusu rəisi birgə Müdafiə Naziri Zakir Həsənovla birgə Cənub sərhədindəydi. Əlbəttə ki, belə də olmalıdır. Əlbəttə ki, belə olmalıdır. Biz Türkiyə qardaş Türkiyə ilə bir strateji müttəfiqlikdən də öncə biz qardaş dövlətlərik və nə üçün də yox və nəyə görə də yox. Ona görə də son zamanlar regionda gedən bu gərginləşmənin fonunda, xüsusən də Ermənistanın daha da revanşist qüvvələrə güclənərək, daha da həvəslənərək diplomatiyası xüsusən də son dövrdə bu sentyabr ayından sonra daha da aktivləşib. Gah Amerika qaçırlar, gah Fransiya qaçırlar, gah Rusiya qaçırlar, gah İrana, Hindistana qaçırlar. Yəni bütün bunların fonunda Azərbaycan net şəkildə öz bütün o əzələlərini nümayiş etdirir, xüsusən də Ermənistana və onun havadarlarına. Yəni bugün Ermənistana hərbi dəstək vermək istəyən və hərbi müttəfiqlik şəklində görən ölkələrin topu avtogoldur. Yəni artıq onlar özləri öz qaplarına qolu vurdular. Bir daha mən burada qeyd etmək istəyirəm ki, Azərbaycan gücü daha da güclənir getdikcə. Azərbaycan heç kimdən asılı vəziyyətdə deyil. Azərbaycana lazım deyil kimləsə müharibə və yaxud da ki, konfliktlər yaratmaq. Biz Azərbaycanda sülh istəyirik. Xüsusən də sərhədlərimizdə sülh istəyirik.